Paytaxtın daha bir küçəsi müvəqqəti olaraq bağlanıb. Nizami rayonunun Naxçıvanski küçəsində yolun bağlanmasının səbəbi isə yenidən qurma işləri ilə bağlıdır. Nizami rayonunun Naxçıvanski küçəsinin uzun müddətdir təmir olunmaması nəqliyyat vasitələrinin hərəkəti üçün müəyyən problemlər yaradırdı. Artıq bugündən etibarən sözgedən küçədə təmir işlərinə start verilib. Həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Daha dəqiq işlər Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissədə aparılır. Bu hissənin uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir. Təmir tikinti işləri çərçivəsində küçənin 8800 kvadrat metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt beton örtüyü döşənəcək. Küçə boyu 1640 pagon metr səki daşı da yenilənəcək. Kommunikasiya xətlərinin dəmir beton piltələri qaldırılaraq baxış qabaqları və yağış barmaqlıqları dəyişdiriləcək. Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Tərtib olunmuş qrafika uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün lazım sayıda ora qüvvə cəlb olunub. Bizim əsas məqsədimiz hal-hazırda, yəni ötən ildə biz bu işləri apardıq. Bu ildə bizim balansda olan küçə və prospektlərin, təmir ehtiyacı olan küçə və prospektlərin təmir işlərini aparmaqdır və inşallah bu istiqamətdə uğurla işlərimizi davam etdiririk. Təmir işlərinin yaxın vaxtlarda tamamlanacağı bildirilir. Bir xəbəri də nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Moskva-Gəncə reysi təxirə düşdü. Söhbət nədən gedir? Aynəs Press bu haqda yazıb. Mən də sizin nəzərinizə çatdırıram.